Mənim mənəvi anam, eee, bizim çox dəyərli jurnalistimiz, əməkdar jurnalistimiz, şöhrət ordenli, tərəqqi medallı Flora Xəlilzadə. Mən ehtiyatla çəkirəm adını, çünki sözdən çox ürəyim danışır. Alqışlarla Flora xanımı da həm də bir ruhun, ürəyin ehtiyacı ilə bu mikrofona səsləyirik. Çox sağ ol. Əzizim Svetlana xanım, anam, bacım. Mən istərdim ki, Tofiq Bayramla bağlı 3 xatirəni danışım, sonra keçim mətləbə. Birinci xatirəm budur ki, həmişə demişəm, təkrar edirəm. Orta məktəbdə oxuyanda Bakıya gəlmişdim qardaşımla. O zaman Azərbaycan Gəncləri qəzetində Müjdə Ədəbi Birliyi fəaliyyət göstərirdi. Qardaşım məni ora apardı. Amma heç nə demədi. Dedi, aparıram, birlikdən tanış olasan. Mən də oturub qulaq asırdım. Şairlər, o vaxt televizor zat yox idi elə geniş Qərb Azərbaycanda. Yəni heç kəsi üzdən tanımırdım. Birdən dedilər ki, Ermənistandan gəlmiş Flora Xəlilovaya söz verilir. Şeirlərini oxusun. Biri qaldım məhtəl, mənim adımı kim verir? Mən də qardaşım eləmişim. Çıxdım şeirlərimi oxudum. Tərifləyən də oldu, tənqid eləyən də. Elə aralanmaq istəyirdim. 2 kişi ayağa qalxdı, mənə yaxınlaşdı ki, dayan. Dayandım. Biri dedi ki, gələcəkdə ya şair olacaqsan, ya nə isə bir yazan olacaqsan, familiyanı düzgün yaz. Dedim, başa düşmürəm. Dedi, familiyanı Xəlilzadə yaz. Belə dayandım. O birisi dedi ki, yox, Xəlilbəyli yaz. Sonradan bildim ki, Xəlilzadə deyən Tofiq Bayrammış, Xəlilbəyli deyən Xəlil Rza Ulutürk. Mən getdim evə, bacım dedi ki, elə Xəlilbəyli yaxşıdır. O vaxt da Sovet dövrü idi. Dedim, yox, bir Xəlil xanlı, yox, mən istəmirəm. Mən elə Xəlilzadə olmaq istəyirəm. Bu gün Xəlilzadə kimi özümü təsdiqimdə, bu familiya ilə nələrəsə nail olmağımda elə bilirəm ki, Tofiq Bayrama borcluyam. Allah onun ruhunu şad eləsin. Yəni, hər dəfə Xəlilzadə deyiləndə o hadisəni xatırlayıram. İkinci, mən praktikadaydım, Universitetin Jurnalistika fakültəsində oxuyanda Şahbuz rayonunda. Orada bir bağça müdüründən felyeton yazmışdım. Orada rayon qəzetində çıxmışdı, sonra gəlib burada Azərbaycan müəllimi qəzetində də onu çap elətdirmişdim. Felyeton belə başlayırdı. Adı Matan gəldi idi. Bizim analar uşaqlarını evə çağıranda onları qorxutmaq üçün deyərdilər, xortdan gəldi, şeytan gəldi. Qonşumuz nə varsa deyərdi, türk gəldi. Şahbuzda isə matan gəldi deyirlər. Mən felyetonu danışmıram. Felyeton dərc olunandan bir gün sonra dedilər, səni 2 nəfər axtarır. Biri yazıcı, ədibimiz Seyfəddin Dağlı idi. O birisi də şair Tofiq Bayram.